Nəysə, keçən mətləbə. Qadasın olmaq, mən qardaşımı bir də Mətləb ki, mənim vaxtımda azı məni gözləyir. Hacı, qardaşımı bir də hacı. Sənin qardaşın. Qadasın olun sən. Allah bu səbəb, mən bunları görüşdüm, 6-cı günün söhbətidir. Dedim, Vilayətlə. Dedim, siz, Vilayət, o nə deyirsə orada indi. Sizdən qutardım mən. Mənə ayın 3-də verməliyik bunu. Əvvəl ondan qabaq idi, dedik ki, ikisində bayramdır. İçində düzdür. Mən axı söz demişəm o insanlara da, mən nə söz deyim. Bir epizod vardı, heç deməmiş qəsdən onu rədd elədim, buraxdım. Mühüm əhəmiyyət kəsb edir onlar üçün. Özü demişlər mənə qabaqcıdan, dedim, belədir də indi. Siz belə başlayırsınız, mən də belə başlayayım. Bu 7 ildir, 8-ci ildir, mən həmişə nə demişsiniz, demişəm baş üstə. O belə bir manat istəmişəm, bir şey eləmişəm, deyil. Yaxşı, mən də sizdən bir şey xahiş elədim. İndiyə qədər eləmişdim. İşin davamıdır, o bir iş xahiş elədim, onu bir tər güc bəlayla yoluna qoydu. Dərk keçdi. Bu da onun davamıdır. Və sizdən dedim, əgər mümkün deyirsə, mənə deyin ki, sən qarşı. Ot yerində. Mən də heç bilmirəm heç bir şey. Amma mən deməmişsiniz, dediniz ki, hər şey yerindədir, sağ-salamatdır, belədir. Düzdür. İndi sonra dedim ki, bunun buraxmaq məsələsi. Dediniz ki, narahat olma. Onu verəcək sənə təhvil. Mən də bu insanlara söz vermişəm, indi bəlkə onların fikrində başqa şey keçirmiş, nədir demişəm, mənəm ortada, heç nə eləmir, heç yerə getmir. Bu uşağı verərlər sizə, geçdiniz. O vaxt, gəlib bura. İndi də neçə vaxt, bir aydan yuxarıdır. Büyün sabah. Mənim də üzüm var, mən də insan bilən ki, adam deyiləm. Mən gedib xalqa şeylə döyürəm cəmatlar. Sənə dedim ki, canım üçün bazım deyil, yaşıyorsun. Hamısı əsər. Deyirəm, əsər. Mən nə işim bilməliyəm? Belə çıxdı, mən də konservator belə çıxdı, mən yalancı olmalıyam. İşte çox söhbətimiz olur. Belə şey dedi ki, indi o gün görüşəndə, axırıncı dəfə dedi ki, biz fikirləşirik ki, onu elə nəyin başında olursa olsun, görə bəlkə verə məhkəməyə gəlsin, bıraxsınlar, söz hərəkət qutası geçsin. Dedim, axı 3 ildən sonra, 3 il yarımdan sonra, 3 il yarımdan sonra bunu, sabah bu nə deyəcəksiniz? İndi bu nə qoşacaqsınız buna? Bu sabah soruşmayacaqsınız, bu bir belə yatıb. 308-də. Bu hara gedəcək? Bu konstitusiya göstərilir mi? Amma bu şey olmaz axı. Dedi, öyle onun için çalışırıq, belə, o sözü onun için attı, o, mən sizə dedim ki, işte mən də söhbətimiz olub ki, yox, o təmiz çıxmalıdır, öz işinə qadına bərk olmalı. Eğer bunun əməlində bir şey varsa, deyiləsən falan şey deyil. Odur, bu neçə vaxt bu fırlatmaqda, mən hesab edirəm ki, bunlar elə bir şey istəyirlər ki, yəni bir şeylə versinlər ki, məhkəməyə. Sonra biz də bunu bıraxarsın, yesin ki, heç məsələdir. Bu cür mən bunu tutdum da onu. Bunlar bu cür saxlamağını deməməklə. İndi valla, onu demişəm. Özgəni bıraxabilirsən. Demişəm, almışsan, eləmişsən, hər şey öz yerində. Bu da olmaz. Bu da mən axı ayıbdır. Ya mənə deyinən ki, sən qarışma, çəkil otur yerində. Mən də deyirəm ki, mən... Dedim, yox, öyle. Mən də deyirəm ki, qardaşım, mənim işim deyil də, mənə imtina elədilər. Dedim sizə, siz də mənə biz başınızda. Bu keçən 5-ci gün məsələlər bərk şişib, bu adamı ki, mən tutmadım, onların dediyim. Orada falan 2 milyonda pul var. Həmin məsələ ki, bizim üçün. Yox, başqa cürədir biraz. Götürmüşlər, bunun pulu var, saxlamı qalmalıdır orada. Yox, açıq bəllidir, pul almağa 2 milyon. Deyir, gətirin. Vermirlər ki, qalsın burada. Yaxşı, qalsın, qalsın. Sən də bunu elə də. Ax, indiyə qədər 100-ünə elə vermişəm. Sən elə bir şey gəlir. Prosto, milyonlar, nə danışsınız? Mən sənə deyirəm ki, Zülfüqarov qardaşlara verdi. 5 milyon aldılar, bir tutturdular mənə və 20 gündən sonra aldılar, bir bıraxdırdılar. Deyilən ki, 5 qəti mənə verdilər. Onlara o misal çəkmişəm ona. Dedim, yox, şu indi də bu insan nə qədər çəkməlidir? Bütün nəsil, ailə xəstələrini,
şar olur. Nə etmək lazımdır burada? İndi sabah ikinci gündür ya da biri gün mən gedəcəm Ramillə görüşəcəm. İndi başqa cürə məsələni qoymuşam. O da mərzə edib, Ramil deyib ona ki, Ağsaqqala deyilən bir görüşək. Nə belədir filan deyib. Dedim, onun bəlkə də gün oldu, sabah oldu, məni çağıracaq. Və nə işidir, bu niyə belə oldu, niyə olmadı? Balamın canı üçün, hacı, sabah öbürsün, ayın 13-ü olur, 3-8. Aydındır. İndi görək nə deyir mənə? İndi o şey məsələsi var ki, məhkəmənin söhbət açılacaqdır orada. Açılsa, deyərəm ki, yaxşıdır məhkəməyə ki, bir şey olmasa da naxudu konec, mən ona razı olarım. Çalış, bunu belə sıfır. Yox, mən... Deyirə qardaş, bunun işçisini dördün işləyir, qrupu pulu alır. Sən ağzın onun pulu alır. Ha, istədir var. Sən axırda olandan sonra deyirlər, nə danırsan, təzədən gətirir olursun. Vallah, mənə... Görürüz, amursuzluq, xəyasızlıq olacaq hazırda, getmədim. Qardaşıma görlədim ki, bildim danışmıyor, elə bulaş yaxtarlar, bəhanə axtarlar. Qardaşıma görlədim, bunları görəliyim. Amma adamda insaf yaxşıyır. 4 dəfə mənim bir adamı tutdu, o pul da alır qazanır. İndi... Biz həmin o pul alırlar. Nə əvvəl demişlər, o pul da alır. Bu gün sabah, bu bir 2 gün sabah, bir gün bu məsələ həll olmalı 100%. Ya belə buraxmalıdır, ya da mən ya sabah ya bir günə görüşəcəm, ya da məhkəməyə verəcək bizə. Hacı, özdə dedi, bəlkə də sizə verdi, siz yoluna qoyulur. Elə bir söhbət işlə. Ən yaxşı eləsin. Əgər bu cür eləməsə... Məhkəməli eləmə, vermən yoluna qoyulur. Bəs bura bax, 4 dəfə bunun biridir, adamın işləyir. Arkadaş, elə mi sən demirəm? Pulunu alıb yoluna qoyulur. Vallah deyirəm. Ayıbdaqdır, qardaş. Buradan da bunlarla cəng edirəm. Deyil, ayıbdaqdır, qardaş. Allah hamısını cəng edirəm. Deyil, ayıbdaqdır. Özdə bilirlər, nətərdir, mən... Deyil, 4 gün adam tutulsan... Dedim, adam belə şey verir. Məni bu yerə, mən axı bu həyatım boyu sizlə işləmişəm. Şeydə deyiləm, qardaş, həmişə bizə lazım olan o da indi... Amma necə bu dövlətin başçısı bizə umur sağlığında? Şeydir, Allah qoysa indi, ya sabah, ya bəlkə də büyük çağırdı, özü çağırmalıdır lazım bəni. Orada mən xəcətdə qoyaram. İndi mənim məqsədim odur ki, təmiz çıxsın. Olub, demişəm onlara ki, indi, o bir də... Amma sən situasiya fikir ver. Gördün ki, bunlar başqa yol tutmaq istəmirlər. Ver məhkəməni. Sonra biz Afravdan ilə qazanırıq. Deyirəm də, mən... Belə qardaş, sonra Afravdan ilə qazanırsan... O, sonra keçir. Sənə nə deyirlər? Əlbəttə, adamı tumançaq edərlər. Elə belədir, sağ ol deyirlər. 37-ci də tutmuşdu Stalin, sonra hamar. Indi mən gələcək, çünki mən elə bunların qarın ağrısında belə tədricən yumuşatmaq istəyirlər. Ki, yavaş-yavaş əvvələn məhkəməyə falan. Əgər mənim gücüm çatmasa, desə ki, yox, mümkün deyil. Hörmət üzrə edəsən, məncə bunu bıraxmışdır. Mən elə bunun qardaşım, sən işçilərin bölümünü də bıraxmadın. Demişəm, qardaşlarım demişəm ki, gedin hörmətinizi alın, nə istəyirsiniz? Eləmişlər, eləyiblər. Dedim, bunu bıraxma, bunu mən sərt qoymuşam, məsələ. İkinci çıxış yolu yoxdur orada. Sərt qoymuşam. İndi görək, gözləyək, laf belə olmasa, heç belə desə ki, nəxudur, ona razı olar. Bir uşaq çıxsın orada. Bunu məhkəməyə hansı maddəni verməkçilər var? Bilmirəm hansı maddəni vermək. Bunlar nə var ya? Dənə düzülərdən verərlər, nə verərlər? Milyonlara maddəsi var. Hər şey maddidən çox maddə, dənə düzülərdən verərlər. Onlar üçün ən yaxşı olur. Filan kəsi almadır ya filan kəsdən nə bilim, söz verib, başqa nə biləcək? Heç bir şey. Haranı kəsib, haradan umub, nə edir, nə edir? Deyirəm, bir-birimizə nəyə hörmət eləmir? 2 dənə qardaşım hüquq elmlər doktorudur, bir qardaşım prokuror polkovnikidir, indi danışdığım vergin polkovnikidir. Bunlar hamısı vəzifəli adamlar, hayatda mı deyir? Qardaş sənə deyirəm, doğru mən yorulmuşam olarım. Evdə, mən çox tez-tez danışıram da. Deyirəm, bunlar gündə sənə, yoldaşım dedi, gündə sənə filan deyirlər, filan deyirlər, filan deyirlər. Və sən onların başını əzmirsən, nə bilər? Dedim, da eləmişəm, bu səfər hələ fərqana bura bu baş var ki, baş edəsən, hansı baş edəsən? Bunlar istəyirlər ki, onu eləmişəm. Faktor istəyirlər ki, bu adamı versinlər məhkəməyə. Utanmır, elələr. Yox, indi o günləri rədd eləmişəm. İstəyir ki, faktorunu versin. Murdar adamlardılar. Hansı məhkəməyə qoymasan? Yox, mən özüm istəyirəm. Belə yola verək çıxsın, geçsin. Özüm istəmirəm. Deyilin, bəs biz burada niyə oturmuşuq, nəyə görə oturmuşuq? Demişəm, axı, mən buna söz vermişəm. Mən, axı, heç kəsə söz verməmişəm. Heç kəslə məşğul olmamışam. Amma mən bunu bilməliyəm, axı. Mən sözümün üstünə durmalıyım. Onlar da mənə hörmət edirlər. Bir dənəsi şey var, qardaşımla bağlı idi, sənə göstərmək.
sonra bir dəfə qalsın, sonra bir dəfə görüşərik də. İndi çox şeylər var, hara qoymuşsan bilinmir də. Yaşar mənim axtarmır, məni gördü. Qəbul qeyb yox, cəmaat gözləyir mən. Kondisionerimiz adı dəyişmişəm. Hə, yox. Gün taparsan, Hazır. Dinlərin qadasını alım sən. O, ne arkadaş, bir işi tutanda iş bu hadiseye uygun gelmez. Sen de o suçları izah ediyorsun. Bir arkadaş, bu anlamda... o söhbətimiz olur. Sonra bunun 96 tane bunun evine şey var. O söhbətimiz çox olur, o vaxtda. Onlar da bilirlər, sadəcə onlar başlarını itirirlər ki... 4 ildə sonra sənə deməzlər nədir o? Ay sağ ol, bilmirlər nə təşkislə qalır. Sabah Park Mühalli Məhkəmə, Apeliyasiya Məhkəməsi 5 dəqiqəsində verir. Ay sağ ol. Bilmirlər nə tərəf bunu şeyləsin, nə formada. Ən yaxşısı olur, qardaş. İndiyə qədər 4 dəqiqə için. Nə olursa da... Nəzir oldu, sən bunu 4 dəqiqə için tutub bırakırsan, görülürlər. Demişəm, ver tutası gəlsin. Söz olsa mənəm qarar. Nə demişsiniz? Bir söhbət olsa mənəm. Nə pul istəyiblər, bu da verir. Demişəm, başqa qarar mənəm. Gelin qarantina. Mənəm. Mən ağsaqqal adamım. Mənə verin, bir şey çıxsa çıxsa mənə mənə eləyəcəm dedim. Qardaş, nə olurdur? Kim kəlmə Bir söz söhbət olsa, demişəm, bir kəlmə söz olsa mənəm cavab verir. Adın tamam yoldaşımız, ayət deyir, Ben söz demişəm, gidip çağırın. Bunun başqa yani, büyük kardeşi, Yaşar müəllim. Çağırın bunu diyorum, bir kəlmə vaxtı söhbət edəcək. Size bir kəlmə ilə söz deyib, deyəcək, deməyəcək artıq. Gördü, dedim, ben artıq dikimdaşım. Burada deyəndə, Allah bir qardaşım. Neyini, bax, mənə deyəcək. Bax, deyin neyin. Bunlar adam döyür. Bunlar adam döyürlər, vəhşidirlər. Bunlar adam döyürlər. Bunların kim vəhşidir? Vəhşilikdir. Adam olsaydılar nə var? Heç Hitler bu işi demir. Yox da şey, yox. Hitler de bir şey yok. O qismətlər şey, qarışanlar. Vallahi adam sürün nifrət edir, mən işləmək istəmirəm çıxamırlar. Sən baxsından eliyle düşünsən ki, olsun. Bir də özüm bezmişəm. Allah haqqı bunu eləmirsən, olmur. Kim də başa düşmürsə, siz üstündə də olsa. Görürsən nə demək? Yox, dəhşət, elə özüm çalışıram Qanundan kənar. Özüm çalışıram ki, indi bir başqa sakitlərinə gedim ki, bu yerə öz aramızda da kişinin, boynu kişinin, ağzı kişinin, Gürürəm, zorla. Bu məhkəmələrin qanunları. Allah qoysa, indi... Gözdə bizim şəri salmalı, Allah'ın şəri. Bu sürəkdə o mətanət işgənlərin üstünü qoyurlar. Mən sənə nə yaxtarırdı, İlham Əliyevlə bu qardaşımın şəkli var deyirdi. Hadisədən 3 gün sonra, 3 gün qalır. Gözü götürmə adamlar. Allah hamd olsun, o şəkilləri 3 gün ötürü şəkil çəkim İlham Əliyev. O gözə götürmə adamlar. Hadisədən 3 gün 4 gün qalır, ondan sonra o qoyurlar. Elə ona görə də birdən sabah mənim yerimə şəkərəm. Bax, Allah hamd olsun. Yox, inanıram 100%. Bu şəkil sənə göstərəcək. İndi taparsan. Təsadüf adam olsaydı. Yox, xəş olar. İlham Əliyevlə nə şəkil çəkir? Təsadüf adamın var, nə işi var?